Kür çayının sahilində gəzirdik. Qeyri-adi bir şey gördüm. Balıqlar bu formada çayın kənarındaydı. Mənə maraqlıdır ki, görəsən balıqlar niyə buradadır. Adətən lap onu götürsək belə o ən azından tərpənə bilər. Amma o tərpənmirdi, artıq ölü vəziyyətdə idi. Hər iki balıq, baxsaz, fikir versəz. Mən bu mütəxəssisdən soruşdum, balıqçılıqla məşğul olan şəxsdən. O dedi ki, bunlar elektriklə vurulub. Amma bunlar dərində olduğu üçün elektrik onları yüngül vurub, amma onlar sonradan elektrik onlara tok sonradan təsir göstərir. Yəni bir növ bu kütləvi balıqçılıq, kütləvi daha doğrusu öldürmə sayılır da, brakonyerlik sayılır. Üzə çıxanları yığıblar, üzə çıxmayanlar isə bir müddətdən sonra artıq öz həyat fəaliyyətinə davam eləməyib. Baxın, fikir versəz burada necə partlayıb. Elektrik bunlara necə təsir göstərib, kəsib. Fikir versəz, baxın, partlayıb, baxın. Bu tərəfdə daha şişkinlik var. Bura daha sərtdir. Bu balıqda da baxsaz, karp balıqlarıdır bunlar. Bu balıqlar, hətta yaşasalar belə, bunların genofonduna ziyan vurulur bu formada, ovçuluqla, brakonyerliklə. Çünki balıqlar kürü verə bilmir. Artıq öz həyatlarına lazımı formada davam eləyə bilmədikləri üçün, bunlar şokda olduqları üçün kürü də verə bilmirlər və bu artıq düzgün olmayan formada balıqçılıqdır. Qanuni baxımından da qanuna ziddi, həm də insanlıq baxımından bu formada balıqların tutulması əlbəttə ki, biz pisləyirik. Ümid edirik ki, onlar bunu başa düşər və belə ovçuluqdan çəkinərlər. Başa düşürük ki, pul qazanmaq üçün bunu eləyirlər, amma bu heç də halal yolu deyil. Pul qazanmağın heç də halal yolu sayılmır.